Yox, çek görməmişəm. Verməyiblər axı. Yanlışlıq olub da. Çek nəyə görə təqdim olunmuyor müştəriyə? Çek yazısı ümumiyyətlə. Çeki Az öncə burada məhsul almışıq xanım və çek təqdim olunmur. Çekilişi dayanır, söhbət elə sonra çekiliş eləyər. Necə yəni? Biz buradan alış etmişik, məhsul almışıq, lakin çek təqdim olunmayıb. Bununla bağlı fikriniz var? Yəni nəyə görə belədir? Yanlışlıq olub da. Nə lazımsa tədbir görüləcək də. Qanunvericiliyə görə pərakəndə ticarət fəaliyyəti göstərən subyektlər alıcıya qəbz və ya bank çıxarışı verməyə borcludular. Bu, qızıl kimi dəyərli məhsullar üçün də keçərlidir. Lakin demək olar ki, heç bir qızıl mağazalarında bu halla qarşılaşmırıq. Qızılda heç vaxt görməmişəm mən. Almışam, amma heç vaxt çek verilməyib. Çek deyəndə ki, mənə çek verməyiblər. Yəni buranın kartını veriblər ki, bir də gələrsiniz bura. Çek nəyə görə təqdim olunmuyor müştəriyə? İqtisadçı Rəşad Həsənov bildirir ki, rubli dövriyyəsi 2000 manatdan yuxarı olan istənilən pərakəndə ticarət müəssisəsi mütləq kassa aparatları və post terminallar quraşdırmalıdırlar. Qızıl mağazalarını digər pərakəndə ticarət müəssisələrindən fərqləndirən hər hansı bir qanunvericilik meyarları yoxdur. Xüsusilə qızıl məhsullarına münasibətdə nağdsız ödənişlər haqqında qanuna görə geri-dövriyyə 15.000 manatdan yuxarıdırsa, bu şərtlər daxilində ödəniş mütləq və mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu qanunvericiliyin tələbidir. Sabah yaranmış hər hansı bir deyək ki, anlaşılmazlığa görə, hər hansı bir mübahisəli hala görə məhkəməyə müraciət etmə hüququ itirilmiş olur. Əslində satıcılar da bu istiqamətdə hüququ olmadığını bildiyinə görə alıcının müəyyən qədər qeyri-adekvat deyək ki, xidmətlər təklif edirlər, məhsullar satırlar və yaxud keyfiyyət problemi yaradırlar. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, nəzarət kassa aparatları və post terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa 1000 manat, ikinci dəfə 3000 manat, 3 və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.